Murad, sabah inşallah məbəs günü deyil. İnşallah Allah'ın izniyle. İnşallah. Məbəs günü ilə əlaqədar bu günün əməllərini, ümumiyyətlə məbəs günü nə deyil? Onu istəyirik, sual verək sənə. Məbəs günü Hz. Muhammed sallallahu aleyhi və alihi və səlləmin peyğəmbərliyə seçildiyi gündür ki, Rəcəb ayının hicri qəmər təqvimi ilə Rəcəb ayının 27-sinə və bu il miladi təqvimlə yanvar ayının 17-sinə təsadüf edir. Bu gün Hz. Muhammed peyğəmbərin peyğəmbərliyə seçildiyi gündür. Hz. Cəbrail əleyhissalamın ona ilk dəfə vəhiy gətirdiyi gündür. Bu gün haqqında bir sıra əməllər var ki, o əməlləri inşallah bölüşəcəyəm səninlə. Bugün xüsusilə qeyd olunur ki, bugünün qüsurunu almaq. Bugünün qüsurunu almaq, elə niyyət edirsən ki, məbəs gününün qüsurunu alıram, qurbətən ilallah, yəni müstəhəb üsuldur. Bugün oruç tutmaq. İl ərzində 4 xüsusi fəzilətə malik olan günlər var ki, o günlərdən biri də məbəs günüdür ki, bugün oruç tutmaq 70 il oruca bərabərdir. Hədislərdə qeyd olunur. Salavat göndərmək, 3-cü əməl, Peyğəmbər və onun əhl-i beytinə salavat göndərmək. 4-cü, Həzrəti Peyğəmbər və Həzrəti Əmir-əl-Mömininə ziyarət etmək. Quran oxumaq. Quran oxumağı bacarmayanlar heç olmasa Fatihə surəsini oxuyub onlara savabını hədiyyə edə bilərlər. Allah inşallah ibadətlərimizi, itaətlərimizi qəbul eləsin. Amin inşallah. Allah bizləri dünya və axirətdə bizlərdən razı olsun inşallah. İnşallah. İnşallah.